Niyə görə Bakıda turizm obyektlərinin qiyməti xaricdən bahadır? Çox vaxt özünüz görürsünüz ki, soruşursunuz bir neçə günə qiymət deyirlər sizə. Tutaq ki, çox yüksək qiymət deyirlər. Deyirsiniz ki, həmin qiymətə gedərəm Türkiyədə bir həftə ya 2 həftə dincəlib gələrəm də. Bu bilirsiniz nətər olur? Saxlayın. Əslində Türkiyədə və yaxud başqa ölkələrdə otellərə, bütün otellərin qiymətlərinə baxsaq, real qiymətlər çox yüksəkdir. Sadəcə orada infrastruktur çox olduğundan, otel bolluğu olduğundan, bəzən otellər baxır ki, müəyyən günləri boşluq olur. Həmin boşluqları kampaniya kimi turizm agentliklərinə təklif edirlər çox aşağı qiymətə. Və biz də onlarla öz reklam vasitələrimizdə hansı ki qarşımıza çıxır, qarşılaşırıq, görürük ki, ucuzdur qiymət və getmək istəyirik. Yəni tələb təklifdir də, sadə tələb təklif.